Sığorta bazarında yığımların bölgüsü diqqət çəkir. Ümumi həcmin 69%-i bir şirkətin payına düşüb. Bu ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 1 milyard 365,4 milyon manat məbləğində sığorta haqqı yığılıb. Yenavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqlarının ən böyük hissəsi Paşa Həyat Sığorta və Paşa Sığorta şirkətlərinin payına düşüb. Belə ki, bu iki şirkət birlikdə 941,1 milyon manat sığorta haqqı toplayıb. Bu da ümumi sığorta bazarının təxminən 69%-nə bərabərdir. Sığorta bazarında növbəti ən böyük pay sahibi Atəşkəl Həyat Sığorta şirkəti olub. Şirkət hesabat dövründə 99,2 milyon manat sığorta haqqı toplayıb. Bu ilin yanvar-noyabr aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqqları belə olub.